Herkese salam dostlar. Dəyişənlər mövzusuna xoş gəlmisiniz. Bugünkü videoda mən sizə C++-da dəyişənləri necə yaradacağımızı öyrədəcəm. İlk öncə include istəyirəm. Keçən videoda izah eləmişdim bunların hamısını. Əvvəlki videonu izləməmisinizsə, mütləq girin, izləyin. Yoxsa ilk videonu izləməmisinizsə, digər videoları izləməniz, anlamanız çox çətin ola bilər. Daha sonra int main əsas hissə. Int main yazdıqdan sonra isə return 0 yaza bilərik ki, onu axırda işlədək. Yəni burada bunu altı sıralıq ki, bu boşluqda biz istədiyimizi yazaq. Hətta istərsinizsə bunu da silib ən axırda yaza bilərsiniz. Amma əvvəlcədən yazaq ki, sonradan çox hallarda kodu yazandan sonra şükür Allah bitdi deyəndən sonra qalır o return 0 yazılmamış və 50 saat əlləşib axtarırıq ki, nəyi sərf eləmişik. Amma axırda ortaya çıxır return 0-nı sərf eləmişik. Neysə, keçək dəyişənləri. Dəyişən ümumiyyətlə 4 növü olur. Dəyişənin birinci növü stringdir. String söz deməkdir, söz və ya cümlə. Və yaxud string, məsəl üçün 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər, 5 ola bilər və s. və s. Bu necə, hansı halda 1, 2, 3, 4 ola bilər? Onu izah edeyim. Məsəl üçün, bildiyimiz kimi söz və ya cümləni biz dırnaq içərisinin içində yazırıq. 1, 2, 3, 4-ü də biz yenə tək dırnaq içərisinin içində yazacağıq. Əgər biz bunu dırnaq içərisinin içində yazmasaq, onda bu artıq int olacaq. Int də demişkən, gəlin inti də izah edeyim. Int. Int nə deməkdir? Int rəqəm, ədəd və s. deməkdir. Məsələn, 15 yazaq, 15, 20, 30 və s. Keçək aşağı sətrə. Burada isə biz char funksiyasına baxacaq. Char simvol deməkdir. Birinci videoda da söz düşmüşdü bundan. Simvol. Məsəl üçün, A, sonra B. Yəni bu böyük də ola bilər, kiçik də ola bilər. Daha sonra məsəl üçün nida işarəsi və s. Keçək ən axırıncı tipə. Bu floatdur. Float da ola bilər, amma double daha uyğundur. Double tam ondalıq ədəd deməkdir. Tam ondalıq yox, kəsr ədəd yazaq. Kəsr ədəd. Məsəl üçün olsun 1,5, 1,3 məsəl üçün, sonra 5,6 və s. Deməli, öyrəndik nələrdir, neçə növ dəyişən var. İstərsinizsə bunu dəftərinizdə də qeyd edə bilərsiniz və yaxud kompüterdə hansısa bir fayl yaradıb bütün kodları oraya yükləyə bilərsiniz. Gəlin tezdən üstündən keçək. String söz və ya cümlə deməkdir. Int rəqəm, ədəd deməkdir. Char simvol deməkdir. Double isə kəsr ədəd deməkdir. İndi keçək dəyişən yaratmağa. Gəlin birinci dəyişənimizin adı olsun string ad dəyişənimiz olsun. İndi bir dənə söz deyim. Mən deyə bilərsiniz, niyə qarşısına string yazdım və birbaşa ad yazmaq olmazdımı? Xeyr, olmaz. Çünki C++ dilində, kodlaşdırma dilində hər dəyişənin qabağına onun dəyişən növünü qeyd etmək vacibdir. Daha sonra string ada bir ad string olduğu üçün bir söz və ya cümlə verməliyik. Ad olsun, məsəl üçün, doğru. Kapsuklu qalır. Doğru. Yenə bu bir funksiya olduğu üçün, və yaxud dəyişən olduğu üçün biz bura nöqtə vergül qoymalıydıq. Daha sonra int-ə aid bir dəyişən yaradaq. Int olsun ədəd. Ədədimiz olsun 35.
Daha sonra növbəti funksiya double. Double belə yazaq. 2 ədəd olsun bu, yəni kəsr ədəd mənasında. 3.5 yəni 3,5 və axırıncı funksiyamız, axırıncı dəyişən növümüz char simvol yazaq bura, bərabərdir təkcə dırnaq, yəni bir xətt dırnaq. Bu olsun, məsəl üçün, böyük D hərfi, yəni nöqtə vergülümüzü qoyaq. Mən bu nöqtə vergü sözünü çox təkrarlamışam ki, artıq beyninizə yatsın və heç vaxt yadınızdan çıxmasın. Yəni bu artıq nöqtə vergü klaviaturada vazkeçilməz bir düymə olacaq siz üçün kod yazanda C++ dilində. Keçək bu hissəyə. Keçən videoda gördüyünüz kimi siyahı var bizdə, siyahı funksiyası. Siyahı funksiyasında biz gəlin bu dəyişənləri sadalayaq. Məsələn, birinci dəyişənimizin adı ad olduğuna görə biz bura ad dəyişənini yazırıq. Ad dəyişəni deyə bilərsiniz. Əvvəlki videoda demişdim, bəs sözləri dırnaq işarəsinin içində yazırdım. Əgər bu bir dəyişən adıdırsa, bunu dırnaq içində yazmamalıyam. Əks halda sadəcə ad çap edəcəm. Amma biz bunu dırnaq içində yazmasaq, bunu dəyişən kimi qəbul edəcək və əgər dəyişənin də nəticəsi varsa, burada Toğrul sözünü ekrana çap edəcək və yaxud dəyişən nə ad və yaxud cümlə vermişsinizsə. Keçək aşağıya. Yenə siyahı. Bu dəfə olsun ədədi çap etsin. Yenə dırnaq işarəsi qoymaya ehtiyac yoxdur. Siyahı. Bu dəfə kəsr ədədi çap etsin. Kəsr ədəd dəyişənimizi çap etsin. Siyahı daxilində də simvol dəyişənimizi çap etsin. İndi gəlin kodu çalışdıraq. Toğrul 53 3,5-dir. İndi bu çox birləşik olmasın deyə gəlin ara qoyaq. Belə yazmışam əslində kodu. Bu biraz uzundur. Ondansa daha rahat olaraq burada yenə böyükdür işarəsi qoyaraq digər dəyişənin adını qeyd edə bilərik. Amma ondan əvvəl bir dənə boşluq qoyaq ki, bitişik olmasın. Deyə bilərsən, niyə belə dırnaq işarəsi qoydun və içinə çox qoymadın? Çünki boşluq buraxsın arasında. Və digər dəyişənimizin adı ədəddir. Yenə boşluq işarəsi qoyuruq arasına. Yenə bu dəfə kəsr ədəd dəyişəni. Yenə boşluq. Simvol dəyişəni. Simvol dəyişəni və nöqtə vergül. İndi gəlin kodu çap edək. Toğrul 35, 3,5 və D simvolu. Bunun bizə daha dəqiq çatdırılması üçün məsəl üçün belə qeyd edə bilərik ki, ad qoşan nöqtə məsafə qoyub bu dəyişənin qeyd etməsini istəyə bilərik. Bu biraz qəliz olacaq, amma gəlin yenə də göstərim sizə. Gəlin bu hissəni istəyək. Sən olsun sizin adınız qoşan nöqtə boşluq qoyuruq ki, bir şey olmasın. Burada da ad dəyişənimizi qeyd edirik. İndi gəlin baxaq koda. Gördüyünüz kimi sizin adınız Toğrul, belə verdim. Bu videoda da məqsəd dəyişənlərin növlərini anlamaq və ona uyğun kod yazmaq idi. Növbəti videoda görüşənədək.